Salam, Qoldumas Deyir Tədris Mərkəzi. Bugün sizlərə 2025 ikinci hissədə olan riyaziyyatdan ibtidai funksiya və integral bölməsinin qeyri-müəyyən integral suallarının 1-dən 50-yə qədər olan izahını verəcəyim. Keçək birinci suala. Deməli, birinci sualda bizə deyir ki, fx bərabərdir sinus 2x. Yazaq sinus 2x funksiyasının ibtidai funksiyaların ümumi şəklini tapın. Əvvəla biz bilməliyik ki, fx funksiyası bərabərdir sinus ax şəklində bir funksiya verilsə, bunun ibtidai funksiyası integral sinus ax dx-ə nəzərən bərabərdir 1 bölünsün a vurulsun kosinus ax, amma qarşısında bir mənfi olmalıdır ki, kosinusun törəməsi mənfi sinus versin, bu mənfi ilə olsun müsbət. İndi sinus 2x dx x-ə nəzərən integrallasaq, o zaman 2-də 1 qarşıya keçdi. Sinusa görə mənfi də qarşıya keçsi və kosinus 2x alınır. Deməli, mənfi 2-də 1 kosinus 2x doğru cavabımız C variantı. Plus burada C də var. C sabitdir. Törəməsi 0-a bərabərdir. Doğru cavabımız neçə oldu? C variantı. İkinci sualda bunun eynisidir. Verib ki, fx funksiyası bərabərdir kosinus 5x. Biz bilirik integral kosinus ax da dx bərabərdir 1 böl a sinus ax olur. Yəni, sinusun törəməsi kosinusdur. İndi integral kosinus 5x dx-ə nəzərən integrallasa, x-ə nəzərən, o zaman 5-də 1 keçir qarşıya. Nə olacaq? Sinus 5x. Plus c bir də sabiti var. Deməli, 5-də 1 sinus 5x bölü 5 üstə c. İkinci sualda doğru cavabımız oldu. C variantı. Keçək üçüncü suala. Fx bərabərdir mənfi 5. Yazaraq fx bərabərdir mənfi 5. Deməli, əgər fx funksiyası bir c sabit olsa, yazaq sabit olsa, o zaman integral c dx bərabərdir c vurulsun x üstə gəlsin c şəklində olar. Burada c yazmıyor. Tutaq ki, bir a yazaq. Bu c ilə qarışdırmayaq da. ax üstə c. İndi mənfi 5 dx-ə nəzərən bunu integralsa, çünki fx funksiyasından söhbət edir. Mənfi 5x üstə gəlsin c. Sadəcə bura nə atırıq? X atırıq ki, törəməsi 1 eləsin. Mənfi 5-ə vuranda mənfi 5 olsun. C də sabitdir, törəməsi 0-dır. Mənfi 5x üzərinə gəlinsin C. Üstə də oldu. Doğru cavab B variantı. Dördüncü sualda bunun eynisidir. Deməli, birbaşa yazıram 4dx. O zaman 4x üstə gəlinsin nə olar? C olar. Dördüncü sualda doğru cavab olar B variantı. Keçək 5-ci suala. Deyir fx bərabərdir 3 üzərinə gəlinsin 1 bölünsün x. Funksiyasının ibtidai funksiyasını tap. Sabitin törəməsi bilirik. Törəməsi yox, integralı yazaq bu formada. 3 üstə gəlsin 1 bölünsün x dx bərabərdir. 3-ün integralı 3x-dir, üstə gəlinsin 1 böl x ln modul x üzərinə gəlsin c. Yəni integral 1 bölünsün x dx versə bizə, o zaman bu ln modul x üzərinə gəlsin c şəklində yazılır. 3x üstə ln x modul x-dir, belə deyək. 3x üstə ln modul x üstə gəlsin c. 5-ci sualda doğru cavab C variantıdır. Keçək 6-cı suala. 6-cı sualda deyir ki, böyük fx verib bizə bərabərdir kosinus x üstə gəlinsin x sinus x plus c verib. Funksiyası aşağıdakı funksiya hansının ibtidai funksiyasıdır. Biz bilirik ki, f törəmə x böyük fx bərabərdir kiçik f x-a. İbtidai funksiyasını da belə deyək. Fx-in ibtidai funksiyası böyük fx-dir. Bundan törəmə alsam fx funksiyasının özünü tapmış olaram. İndi gəlin burada f kiçilik x-i tapaq. Bərabərdir. Yazıram kosinus x üstə gəlsin x sinus x. Bunun törəməsi. Olur kosinus x-in törəməsi. Kosinus x-in törəməsi mənfi sinus x-dir. Üstə gəlinsin. X
Bir də sinus x'in nəyi var? Törəməsi var. Yəni cəmin törəməsi də belədir. Mənfi sinus x yazırıq. Üstə gəlsin. U vuraq v'nin törəməsi. U'nun törəməsi, yəni x'in törəməsi 1 sinus x'ə vuram da sinus x üzərinə gəlsin. U qalır. Sinus x'in törəməsi də kosinus x kosinus x olur. Sinus x'lar burada islah gedir. Yerdə qalır necə? X kosinus x. X kosinus x doğru cavabımız burada Y variantı olar. 7-ci sualda bunun eynisidir. Yine fx funksiyası verib bizə. Fx bərabərdir. Sinus x minus x kosinus x üstə gəlinsin c. Burada c'də c'nin törəməsi 0 edir. Ona görə onu yazmadıq. Yazırıq f' x bərabərdir. Sinus x'in çıxılsın x kosinus x ya c'ni də yazaq, eybi yoxdur. Çünki sabit törəmə yenə 0 edəcək. Bərabərdir. Sinus x'in törəməsi kosinus x'tir. Çıxılsın. X vurulsun kosinus x'in törəməsi plus c'nin də törəməsi bu ümumidə neçə edəcək? 0 edəcək. Bərabərdir. Yazaq. Kosinus x çıxılsın. Qarşıda mənfi olduğuna görə nötrədə yazıram. X'in törəməsi 1. Kosinus x'ə vuramda kosinus x üzərinə gəlinsin. X vurulsun. Kosinus x'in törəməsi mənfi sinus x'tir. Ona görə bu toplamanı silirəm. Yerinə mənfi yazıram. X sinus x. Bu da bərabərdir. Mötəzənə vurub açaq. Kosinus x çıx kosinus x üstə gəlsin x sinus x bərabərdir. Kosinus x'lar islah gedir. Yerdə qalır x sinus x. Deməli, x sinus x-də da 7-ci sualda doğru cavab neçə olur? A variantı olur. Keçək növbəti suala. 8-ci sual. Yazıq bura 8. Fx bərabərdir. X'in kvadratı üzərinə gəlsin 1 bölünsün kök altında x. Funksiyasının iptal funksiyasını yenə bizdən soruşur. İndi mən burada müəyyən dəyişiklik eləsəm, yazıram x kvadrat üstə gəlinsin 2 bölünsün 2 kök altında x. Bu ikinin də buradan sonra 1 bölünsün 2. Bax bu formada yazıram. Niyə görə belə yazıq? Kök altında x'in törəməsi bizə nəyi verir? 1 bölünsün 2 kök altında x'i verir. Törəmə. İndi mən bundan integral alsam, integral x'in kvadratı üstə gəlsin 2 bölünsün 1 2 vurulsun 1 bölünsün 2 kök altında x dx. X kvadratın integralı bilməliyik ki, integral x üstündə n dx olarsa, o zaman qüvvəti 1 vahid artırıb ona bölürük. Üzərinə gəlsin c. Yəni ki, x kvadratın integralı olur x kub. 2'ni 1 vahid artı 2 üstə 1 3 bölünsün 3. Üstə gəlinsin. Bunun integralı nəyə bərabərdir? Bəs üzərinə gəlsin 2 vurulsun kök altında x-a. Kök altında x-in törəməsi 1 böl 2 kökdə x idi. Bu 2 ilə 2 gedir. Yenə də bax bu ifadənin özü qalır. Plus bir də nəyi var? Plus bir də c-si var. X kub böl 3. Yazırıq x'in kubu böl 3. Doğru cavabımız üstə gəlsin 2 kökdə x üstə c. Doğru cavabda 8-ə neçə olar? C variantı olmuş olar. Keçək 9-cu suala. Fx verib bizə. Fx bərabərdir. Burada x kub böl 3. Üstə gəlsin 2 kökdə x plus c. Variantda birdən səhv edərik. Deməli, 9-cu sualda deyir ki, 3-cü dərəcədən kök altında x üstə gəlsin x if funksiyasının iptal funksiyanın ümumi şəklini tapın. Əvvələ bu funksiyanı mən belə yazıram. X üstündə neçə? 3'də 1 kimi üstə gəlsin x. İndi bunu integrallayaq. X üstündə üstə 1 üstə gəlsin x dx bərabərdir. Aşağıdan yazaq. Yer çatsın deyə. Kəsr xətt çəkirəm. X üstündə 3'də 1 üstə gəlsin 1. Məxrəci də eynəsi 3'də 1 üstə gəlsin 1. Plus x'in də üzərində 1 var axı. Olur
Biri bir vahidə artırdım. Olur 2x kvadrat böl 2. O da bərabərdir. Plus c-ni axırda yazarıq. X üstündə yazırıq. 3'də 1 üstə 1. Neçə edir? 3'də 4 edir. 3'də 1 plus 1 neçə edir? 3'də 4. Üstə gəlsin x kvadrat böl 2. O da bərabərdir. 3 qalxdı yuxarı olur 3 bölünsün 4. Kökün altında 3-cü dərəcədən bu dərəcə olur. X üstündə nə var? 4 var. Üstə gəlsin x kvadrat bir də nə var? Böl 2. İndi 3 böl 4 vurasın 3-cü dərəcədən x kub vurasın x kimi x üstü 4'ü yazmaq olar. Plus x kvadrat böl 2. Bu da olduğu kimi qalsın. Yenə 3 bölünsün 4 vurasın. X kub 3-cü dərəcədən x çıxır. Vurulsun 3-cü dərəcədən kökün altında qalır. Bir dənə x qalır. Üzərinə gəlsin x kvadrat böl 2 plus bir də c var. Deməli 9-cu sualda da 4'də 3 x 3-cü dərəcədən kökdə x 4'də 3 x 3-cü dərəcədən kökdə x plus 2'də 1 x kvadrat plus c. 9-cu sualda da doğru cavab oldu. B variantı. Keçək növbəti suala. Neçənci sual gəlir? 10-cu sual. Deməli f(x) verib bizə. f(x) bərabərdir. 1 bölünsün kökün altında 2x plus 3. Funksiyasının iptal funksiyasının ümumi şəklini bizdən soruşur. Gəlin bunu belə yazaq. 1 bölünsün 2x plus 3 üstündə 2'də 1 kimi. Bərabərdir. 2x plus 3 üstündə mənfi 2'də 1 kimi bax bunu yazıram. İndi integral 2x üstə gəlsin 3 üstündə neçə? Mənfi 2'də 1 amma dx var. Bərabərdir. İndi burada nə edirəm? 2x plus 3 mənfi 2'də 1 yazıram. Mənfi 2'də 1 üstə 1. Məxrəci də mənfi 2'də 1 üstə gəlsin 1. Vurulsun amma nəyə var? Bu 2'nin tərsi. 2'də 1'in tərsi. 2'nin tərsi 2'də 1. 1'dən 2'də 1 çıxanda qalır 2'də 1. Yəni 2x plus 3 üstündə 2'də 1. Bölünsün. 1'dən 2'də 1 çıxanda 2'də 1 qalır. Vurulsun 2'də 1. O da bərabərdir. Bu 2 ilə bu 2'də 1 burada ixtisar gedir. Yerdə qalır 2x plus 3 üstündə 2'də 1. O da nəyə bərabərdir? Kökün altında 2x plus 3'ə. Plus bir də nə var? C var. Doğru cavabımız 10-cu sualda bu. Kök altında 2x plus 3 plus c. Doğru cavab olar B variantı. 11 də bunun eynisidir. 11 yazaq f(x) bərabərdir. 1 bölünsün kökün altında 3x minus 2. Deyir ki, funksiyasının iptal funksiyasının ümumi şəklini tap. Yenə də burada yaza bilərəm. Yəni ki, bura 2 əlavə edib, burada 2'ni artıra bilərəm əslində, amma gəlin daha açıq şəkildə yazaq. 1 bölünsün 3x minus 2 üstündə neçədir? 2'də 1. İndi bu uzun yolda, amma bunu başa düşmək daha yaxşıdır. Aha, indi 2'də 1'i üstü mənfi kimi yazıram. Yazıram mənfi 2'də 1. İndi bunun integralını tapaq. 3x minus 2 üstündə 2'də 1 mənfisi ilə dx bərabərdir. Olur 3x minus 2 mənfi 2'də 1 üstə 1 edir 2'də 1. Mənfi 2'də 1 üstə 1 yenə 2'də 1 edirdi. Vurasın. Bir də bu 3'ün nəyi var? Burada 3'ün tərsi var. 3'də 1. O da bərabərdir. 2 qalxdı yuxarı. 2. Burada məxrəcdə 3 var axı. 2 bölünsün 3. Vurasın. 3x minus 2 üstündə 2'də 1. O dedi kökün altında 3x minus 2. Plus bir də nəyi var? Plus bir də c'si var. Aha. 3'də 2. 11-ci sualda. 3'də 2. 3x. 3'də 2. 3x minus 2 üstə c. 11'də də olar doğru cavab D variantı. Keçək neçənci suala? 12-ci suala.
Birbaşa yazaq. Yenə ibtidai funksiyanın ümumi şəklini istəyir. İntegral 5 bölünsün 2x plus 3 kubu dx. O da bərabərdir. Bu kubu bax belə yazacağım da. İntegral 5 vurasın 2x plus 3 üstündə neçə var? -3 kimi dx bərabərdir. Bu 5 işte 5 integralın qarşısını çıxartmaq olar. 5 vurarsan 2x plus 3 -3 üstə 1. Axı bir vahid artırıqdır. Edir -2. Məxrəci də -2 olur. Amma burada vurulsun. Bax bu 2 var ha. 2-də 1. Çünki 2x plus 3-ün mürəkkəb funksiyada törəməsi 2 eləyəcəkdir. Bu 2-nin x-ə geçsin deyə. O da bərabərdir. 5 -2'nin 2 əvrəndə -4 edir. -5 bölünsün 4 vurulsun 1 bölünsün kökün altında 2x plus 3. Kökün altında yox. Bir dəqiqə. Nə qalır? 2x plus 3 üstündə -2 qalır. O mənfi də onu məxrəcə salacaqdır. -5 bölünsün 4 vurulsun 1 bölünsün 2x plus 3'ün kvadratı. Plus bir də c var. Deməli, -5 bölünsün 4. Doğru cavab görək hansıdır? -5 bölünsün 4. 2x plus 3'ün kvadratı. Plus bir də c. 12-ci sual oldu. Y variantı. Keçək növbəti suala. 13 də bunun eynisidir. 13'ü evdə özünüz həll edərsiniz. Keçək neçəyə? 14-cü tapşırığa. Deməli 14-cü sualda bizə deyir ki, fx funksiyası fx'in ibtidai funksiyasıdır. Aha. Laf yaxşı. Deyir ki, fx bərabərdir 6x minus 4'ə. Və f2 ibtidai funksiyanın özü -3 olarsa f1 dəyəri bizdən soruşulur. Əvvəla fx 6x minus 4'ə bərabərdirsə fx bərabərdir integrallasaq bunu. İntegrallansa x'e görə dx'i. O zaman 6 vuraq x kvadrat bölü 2 minus 4x plus c şəklində alınır. Yəni fx'imiz bərabərdir 2 ilə 6 x'e gedir 3. X kvadrat minus 4x üstə yəni c şəklində alındı. İndi deyir ki f2 -3'ə bərabərdir. Yəni x var yerinə 2 yazaq və -3'ə bərabər edək. 2'nin kvadratı edir 4, 4'ü 3'ə vuramda elədi 12. Minus 4 vuraq x. X neçədir burada? Bax burada x'in yeri 2 durub da. 4 2 elədi 8. Plus c bərabərdir. Və fx özü nəyə bərabər oldu? -3'ə. Bunu da yerinə yazıram -3. Yəni ki, məqsəd burada nədir? Bu c-ni tapmaq. 12'dən 8 çıxıram. 4 edir. C bərabərdir. -3 minus 4. C oldu neçə? -7. Deməli, fx ümumi şəkildə özü 3x kvadrat minus 4x minus 7 şəklindədir. İndi harada x var? Burada yerinə 1 yazaq. Yəni ki, f1 bərabərdir. 3 vuraq 1'in kvadratı. 1'in kvadratı 1, 3'ə vuramda 3. Minus 4 vuraq 1, 4. Minus 7. Bərabərdir. 3'dən 4 çıxamda edir. -1 çıx 7 -8 edər. 14-cü sualda doğru cavab nədir? D variantıdır. 15. 15-ci sualda bunun eynisidir. Keçək növbəti suala. Deməli 15-də evdə özünüz yazarsınız. Keçək 16-cı suala. Deməli bizə fx funksiyası verib sinus x vurulsun kosinus 3x-a. Bu nə deməkdir? Hasili cəmə çevirmək. Əvvəla burada bilməliyik ki sinus alfa vurulsun kosinus bir beta olsa bərabər olur 2'də 1 mötərizə açırıq. Sinus alfa minus beta sinus alfa və kosinus betadan söhbət edir. 2'də 1 sinus alfa minus beta üstə gəlinsin sinus alfa plus betadan söhbət edir. Bax bu düsturu bilmək lazımdır. İndi gəlin buna uyğun yazaq. Sinus x vurulsun kosinus 3x bərabərdir
2'də 1. Yazıram sinus x minus 3x. Üstəgəlsin sinus x plus 3x. Sinüs alfa kosinus beta'da. O da bərabərdir. Yazıram 2'də 1. Sinüs x çıx 3x mənfi 2x edir. Mənfi sinüs təkdir, keçdi qarşıya. Mənfi sinüs 2x. Üstəgəlsin sinüs 4x var. İndi bunun İbtidai funksiyasını tapsaq, 2'də 1 atdıq integralın qarşısına, mənfini də ata bilərik. Yox, mənfini də çıxarmayaq. 2'də 1 atdıq integralın qarşısına. Olur mənfi sinus 2x plus sinus 4x dx bərabərdir. 2'də 1'imiz mövcuddur qarşıda. Sinus 2x'in integralı mənfi kosinus 2x'tir. Bu mənfi ilə müsbət edir. Bir də 2'də 1 keçir qarşıya. Olur 2'də 1 kosinus 2x plus sinusun integralı mənfi kosinusdur. Bir də 4'də 1 keçir qarşıya. Minus 4'də 1 kosinus 4x. Oldu 4'də 1 kosinus 4x. Aha. İndi buranın mötərizəni bağlayaq və hər tərəfini nəyə vuraq? 2'də 1'ə. 2'də 1 2'də 1'ə vuranda 4'də 1 kosinus 2x çıx. 2'də 1'i 4'də 1'ə vuranda 8'də 1 kosinus 4x. Üstəgəlsin c. Deməli, doğru cavabımız 4'də 1 kosinus 2x çıx 8'də 1 kosinus 4x. Üstəgəlsin c. 16-cı suala baxırdıq da. 16-cı sual oldu. Y variantı. Keçək 17'də. 17-ci sual. Deyir ki, fx bərabərdir. Kosinus 3x. Kosinus x vurulsun kosinus 3x. Funksiyasının ibtidai funksiyanın ümumi şəklini istəyir. Əvvəla bilməliyik kosinus alfa vurulsun kosinus beta. Hasili cəmə çevirməkdir bu. Bərabər 2'də 1 olacaq kosinus alfa minus beta. Üstəgəlsin kosinus bir də alfa plus betası. İndi kosinus x, kosinus 3x yazaq. Kosinus x vurulsun kosinus 3x bərabərdir. 2'də 1'imiz var qarşıda. Olur kosinus alfa x çıx 3x. Bu alfası deyil, bu da betasıdır. Üstəgəlsin kosinus x plus 3x şəklində. O da bərabərdir. Yenə 2'də 1 vurulsun kosinus x-dən 3x qana mənfi 2x kosinus cütdür qarşıya mənfi keçmir. Kosinus 2x plus kosinus x üstə 3x 4x. İndi bunun integralını alaq. 2'də 1 keçirdim integralın qarşısına olur kosinus 2x plus kosinus 4x dx. O da bərabərdir. 2'də 1 qarşıda kosinusun integralı sinusdur, amma 2'də 1 keçməlidir. Mütləq qarşıya sinus yazıram 2x. Üstəgəlsin kosinusun da yenə integral sinusdur. 4'də 1 keçməlidir qarşıya. 4'də 1 sinus 4x. Yenə burada 2'də 1'lərə vuran mötərizəyə olur 4'də 1 sinus 2x. Üstəgəlsin 8'də 1 sinus 4x. Üstəgəlsin c'dir. Deməli, neçənci sualdır bu? 17-ci sual. 4'də 1 sinus 2x. 4'də 1. Burada verilir. 4'də 1 sinus 2x. 8'də 1 sinus 4x. Üstəgəlsin c. Doğru cavab olar A variantı. Keçək 18-ci suala. Deməli 18'də deyir ki, fx bərabərdir. Yazaq. 2 sinus x çıx x kosinus x üstəgəlsin c. Funksiyası aşağıdakı funksiyaların hansının ibtidai funksiyasıdır? Yəni bizdən fx-i soruşur. Fx-i tapmaq üçün böyük fx-i törəməsini almalıyıq. O zaman fx yazıram bərabərdir. 2 sinus x çıx x kosinus x üstəgəlsin c-nin nəyi var? Törəməsi. O da bərabərdir. Sinusun törəməsidir kosinus. 2'ə vuramda 2 kosinus x. Çıxılsın.
x kosinüs x'in törəməsi sabitin törəməsi 0 bərabərdir. 2 kosinüs x çıxılsın. X'in törəməsi 1. U vurulsun V'nin törəməsi kimi. X'in törəməsi 1 kosinüs x'e vuranda kosinüs x. Üstə gəlinsin. X qalır. Kosinüs x'in törəməsi mənfi sinüs x'tir. Onda bu müsbəti silin. Bunun yerinə mənfi yazım. X sinüs x. O da bərabərdir. Yazıram 2 kosinüs x çıxılsın. İndi mənfini mötərizəyə vururam. Kosinüs x. Mənfi mənfi vuranda oldu müsbət x sinüs x. O da bərabərdir. 2 kosinüs x'dən kosinüs x çıxıram. Qalır kosinüs x. Üstə gəlsin x sinüs x. Deməli 18-də oldu necə? Kosinüs x üzərinə x sinüs x. Doğru cavab C. 18-də oldu C variantı. 19-da bunun eynisidir. Təkrarıdır. Evdə önünüzü yazarsınız. Keçək 20-ci suala. Deməli 20-ci sualda bizə deyir ki, f(x) funksiyası verilib. Əvvəla yazaq. F(x) bərabərdir 3x kvadrat minus 2x üstə gəlinsin 5. Funksiyasının qrafiki m nöqtəsi -1 və -6 nöqtəsindən keçən iptidai funksiyasını tapın. İptidai funksiyası deyir bundan keçsin. Əgər bunun iptidai funksiyası mən tapsam, böyük f(x) bərabər olar. 3x, x kvadratın integralı x kub bölü 3'dür. Üstlər x-ə gedir, yerdə qalır x kub. Çıx, x kvadrat bölü 2'dir. 2'lər gedir, qalır x kvadrat. Plus 5'in integralı 5x. Plus bir də c'si var. X'in yerinə -1, y'in yerinə -6. Bu hansıdır? Böyük f(x)də -6 bərabərdir. Harada x var? Yerinə -1. -1'in kubu -1. Çıxılsın. -1'in kvadratı müsbət 1'dən qarşıda mənfi var. Mənfi yazıram. Minus 5'i -1'ə vuranda -5 üstə gəlinsin c'dir. -5, -1, -6 eləyir. -6 ilə 0 elədir. C 10'da olur. -1 keçidliyib bu üzər olur müsbət 1. Yəni f(x) özü bərabər olur. 3x kvadrat minus 2x plus 5x plus 1 şəklində. C neçə oldu? C 1 oldu da. X kub biz bunu yazırıq. Əslində bunu yazmalıydıq. Bir dəqiqə. Mən deyirəm, ağa neçə cavab alınmıyor burada. Deməli, f(x) özü bərabərdir. X'in kubu çıx x kvadrat üstə 5x üstə gəlinsin 1. Doğru cavab budur. X kub çıx x kvadrat plus 5x üstə 1. B variantı. Buraya nişanlayan B variantıdır. 21 də bunun eynisidir. Bunu da evdə özünüz işləyirsiniz. Keçək 22-ci suala. Görək 22-də bizə nə deyir? f(x) verib bizə f(x) bərabərdir. Y üstündə x minus x funksiyasının qrafiki A nöqtəsi 0,2 nöqtəsindən keçən iptidai funksiyasının. Yenə də bizdən iptidai funksiyası soruşur. 0,2 nöqtəsindən keçsin. Əvvəla bunun iptidai funksiyasını tapaq. f(x) bərabərdir. Bilməlidir y üstü x-in integralı ilə özünə bərabərdir. Çıxılsın. Bir də x-in əgər burada mürəkkəb olsa üzəri, o məsələn 3 olsaydı 3də 1 atacaqdım burada qarşıya. Heç nə olmadığına görə elə nə edirəm? Burada özün yazıram. 3də 1 isə bu 3'ü də buradan silək. Y üstü x çıx. X-in də integralı x kvadrat böl 2. İptidai funksiyası. Plus nə var? C var. İndi x-in yerinə 0, y-in yerinə 2 yazıram. Y nə deməkdir? Böyük f(x)in. Yəni ki 2 bərabərdir. X-in yerinə 0 yazıram. Y üstündə 0 1 eləyir. Çıx. 0'ın kvadratı 0 2'ye bölündə 0'dır. Üstə gəlsin C. İndi C bərabərdir. 2 çıx 1 olur 1. O zaman f(x) bərabərdir iptidai funksiyamız. Y üstündə x çıx x kvadrat böl 2 üzərinə gəlinsin 1. Deməli, y üstündə x çıx y üstündə x arada var. Aha, D variantında. Y üstündə x çıx x kvadrat böl 2 üstə gəlsin 1. 22 də oldu D variantı.
23 de bunun eynisidir. Bu da evde yazarsınız, ev tapşırık olarak. 24. 24. Deməli fx bərabərdir 10 x üstündə 9 üzərinə gəlsin 3. Funksiyasının ibtidai funksiyaların ümumi şəklini tap. Yəni integral deyir ki 10 x üstündə 9 üstə gəlsin 3 dx bərabərdir. 10 ilə işimiz yoxdur, 10 vuraq. 9'u bir vahid artırdım. 10 edir. Bölünsün 10. Üstə gəlsin 3 vuraq. X sabitin ibtidai funksiyası. Plus bir də c var. Yazıram bərabərdir. Onlar getdi. Qalır x üstündə 10 plus 3x plus c. X üstündə 10 plus 3x plus c. Doğru cavab olar y variantı. 24 də belə getdi. Keçək 25-ci suala. %25'te ne deyir bizə? Fx verib bizə 1 bölünsün x kvadrat plus 2x plus 9 funksiyasının ibtidai funksiyaların ümumi şəklini soruşur. Əvvəla bunun integral yazacaq. 1 bölü x kvadrat, yəni böyük fx özü bərabər olmalıdır. Plus 2x plus 9 nəyə əsasən integrallayırıq? X-ə əsasən bərabərdir. Biz bilməliyik ki, integral 1 bölünsün x dx-in özü belə yazmayaq da. Nəyin tərəməsi 1 bölü x kvadrat edir? Mənfi 1 bölü x-in. Bax, belə yazmaq olar. Və yaxud da x kvadrat üstündə mənfici. Gəlin, elə yazaq. İntegral işarəsi açaq. X üstündə mənfi 2, üstə yansın 2x, üstə yansın 9. Daha ətraflı olar belə, düşünürəm. O da bərabərdir. X üstündə mənfi 2 üstə 1, mənfi 2 üstə 1, üstə yansın 2 vuraq. Bunun qüvvəti 1'dir. X kvadrat böl 2, bir vahid artırır, plus 9x plus c. Bərabərdir. Mənfi 2 üstə 1, mənfi 1 edir. Mənfi 2, mənfi 1, mənfi 1 keçdi. X üstündə mənfi 1 qalır. Bu 2'lər də buradan gedir. Üstə yansın x kvadrat qalır. Plus 9x'imiz var. Plus bir də c'miz var. O da bərabərdir. Mənfi qalır qarşıda mənfi. X üstündə mənfi 1 bölü x deməkdir. Üstə yansın x kvadrat. Üstə 9x, üstə c şəklində qalır. Yekun ibtidai funksiyamız. Mənfi 1 bölü x. Üstə yansın başqa mənfi 1 bölü x. Üstə mənfi 1 bölü üstə x kvadrat. Plus 9x plus c. Aha. 25 oldu. Doğru cevap hansı variant? Y variantı. 26 da bunun eynisidir. Sadəcə x kvadratını neynəsiniz? X üstündə mənfi 2 mənfi 2 kimi yazarsınız. Belə deyim. Onu da özünüz evdə yazarsınız. Keçək 27-ci suala. Deməli 27. İntegral 4 sinüs 4x vurasın kosinüs 4x vurasın dx bərabərdir. İntegralını deyir tapın. Nətər taparam? Yazıram integral. Bu 4'ü belə yazıram. 2 vurulsun 2 sinüs 4x vurasın kosinüs 4x. Bir de ne var? dx var. Bərabərdir. Sinüs alfa vur kosinüs alfa. 2 sinüs alfa kosinüs alfa. Nəyə bərabərdir? Sinüs 2 alfa. Yəni integral 2 vurasın sinüs 2 alfa. 2 vuraq. Hər içində 4x olmalı. Yazıram 4x. Bir de ne var? dx var. O da bərabərdir. 2 qalır yenə qarşıda. Sinüs neçədir bu? Sinüs 8x'dir. Bir de ne var? dx bərabərdir. 2 integralın qarşısında da ola bilər. 2 vurulsun. Sinüsün integralı kosinüsdür, amma mənfisi ilə mənfini attım qarşıya. Bu 8'lər bir keçir qarşıya, kosinüs 8x olur. Mürəkkəb funksiyadırsa 1 bölünsün a şəklində qarşıya çıxmalıdır. 8 ilə 2'də 1 burada qalır mənfi 4. Yəni ki mənfi 4'də 1 kosinüs 8x x yazılır.
kosinüs 8x üstə yansın c şəklində qalır. Mənfi 4də 1 kosinüs x mənfi 4də 1 kosinüs 8x üstə c. 27-ci sualda olar c variantı. Keçək 28-ci növbəti suala. Deyir ki, integral kosinüs kvadrat 5x minus sinüs kvadrat 5x dx bərabərdir. Trigonometriyada məlumdur ki, kosinüs kvadrat alfa minus sinüs kvadrat alfa kosinüs 2 alfa deməkdir. Yazıram kosinüs 2 vurasın alfası 5x artdı. Bunların nə bilir? 5x. Bir də nə var? dx. Yazar burada dx. O da bərabərdir. 2'ni 5'e vuranda eləyir 10x. Yəni ki, kosinüs yazıram 10x dx. O da bərabərdir. Yazırıq. 10 keçir qarşıya. Neçə olur? 10'da 1. Tərsi keçir qarşıya. Kosinüsün integralı sinüsdür. 10x qalır yerində. Plus c. 10'da 1 sinüs 10x. 10'da 1 sinüs 10x üstə c. 28 də olar c variantı. Keçdik növbəti suala. 29-cu suala. Deyir ki, integral işarəsini asaq. Kosinüs 5x, kosinüs 2x, kosinüs 5x, kosinüs 2x plus sinüs 5x, sinüs 2x. Bağladığım mötəzənin dx bərabərdir. Kosinüs alfa, kosinüs beta plus sinüs alfa, sinüs beta. Bu nə asılışıdır? Kosinüs 5x minus 2x'in bax asılışıdır. Kosinüs alfa, kosinüs beta plus sinüs alfa, sinüs beta. İndi buradan yazırıq integral. Kosinüs 5x çıx 2x, kosinüs neçə qalır? 3x dx. Bərabərdir. 3 yenə keçir bunun tərsi qarşıya. Mütləq keçməlidir. Kosinüsün integralı sinüsdür. Sinüs 3x üstə yansın c. 3'də 1 sinüs 3x üstə c. 3'də 1 sinüs 3x üstə c. Doğru cavab 29'da oldu. D variantı. Keçək növbəti sual. 30-cu sual. 30 da bunun eynisidir. Bunu öz evdə özünüz yazarsınız. Deməli, keçdik neçəyə? 31'ə. Fx bərabərdir. Sinüs x vurasın kotangens x plus 1. Birin iptal funksiyanın ümumi şəklini tapın. X fərqlidir verib, bunu verməlidir. X əlləməkdən ötürü. Yeni də tam ədədlər çoxluqdur. Bu da məlum məsələdir. İndi bizə nə deyir? Ümumi şəklini deyir tap. Əvvəla fx'i biraz sadələşdirək. Fx bərabərdir. Sinüs x vurulsun kotangens x. Kotangens nə demək? Kosinüs x böl sinüs x. Bunları x eləyirəm. Onsuz da burada p-dən fərqli verib, qorxusu yoxdur. Plus nə var? 1 var. Yəni olur kosinüs x üstə yansın 1. Onda bunun integralı yazıram integral. Kosinüs x üstə yansın 1 dx. Kosinüsün integralı sinüsdür. Plus 1'in integralı x'tir. Üzerine gelsin bir de ne var? C var. Sinüs x üstə c. Sinüs x üstə gelsin c. 31 de oldu. Doğru cevap c variantı. 32 de bunun eynisidir. Evde yazarsınız. Keçək neçəyə? 33-cü suala. 33. Deyir ki, fx bərabərdir. Kosinüs x funksiyasının qrafiki m nöqtəsi pi 1'də 1 nöqtəsindən keçən iptal funksiyasını tapın. Deməli, necə tapıram? Yazıram böyük fx bərabərdir. Məlum məsələdir ki, kosinüsün iptal funksiyası sinüsdür. Olur sinüs x üstə gəlsin c. Harda x var yerinə pi, y-in yerinə 1 yazıram. Y-də. Yəni ki, 1 bərabərdir. Sinüs nə olur? Pi üzərinə gəlsin c-yə. Deməli, sinüs pi-də nə verir bizə? Sinüs pi-də 0'dır da. Sinüs pi-də 0'dır. Onda c nəyə bərabər olur? 1'ə bərabər olur. O zaman böyük fx bərabərdir. Sinüs x. C'nin yerinə sadəcə nə yazmalıyam? 1'i yazmalıyam.
Vəssalam. Deməli, sənin sualda bu 33-cü sual. Sinus x üstə 1. 33'te sinüs x üstə gəlsin 1, 33 olar. C variantı. 34 de bunun eynisidir. Daha yazmayacağım, keçək 35-ci sualımıza. Fx bərabərdir. Deyir ki, 7 bölünsün 3x üstə gəlsin 1. Funksiyasının ibtidai funksiyaların ümumi şəklini deyir tapın. Aha, tapaq. Əvvəla bunu integral şəklində yazaq. 7 bölünsün 3x plus 1 dx. Bu 7 keçdi qarşıya. 7'nin işim yoxdur. Ya bu 7'ni buradan sildi. Atdı 7'ni bura. Vurulsun. Burada 1 qalır da. 1 bölünsün 3x üstə 1'in integralı eləyim modul 3x üstə 1'dir. Modul düz bağlayaq. Amma burada nə var? Bax bu 3 var ha 3x-da. Bu 3'də 1 qarşıya keçməliydi. Çünki törəmə tapanda 3x'in törəməsi də var. Bu 3-dən ixtisar geçsin. Burada da ümumi bir yazardı. 7 bölünsün 3 elin modul 3x üstə gəlsin 1. Deməli 35-ci sualda da 7 bölünsün 3 var. Elin 3x üstə 1 var. Aha, plus bir de c var. O da sabitdə törəməsi 0'dır. 35 de olar C variantı. 36 da bunun eynisidir. Keçək növbəti suala. Deməli 37-ci sualımız gəlir. Deyir ki, integral 3 üstündə x vurulsun 4 üstündə 2x dx integralını hesabla. Bərabərdir yazıram. Əvvəla deyim ki, 3 üstündə x vurasın. 4 üstündə 2x'i belə yazıram. 4'ün kvadratı 10 üstündə x vur dx kimi. Bərabərdir. 3 üstündə x vurasın. 4'ün kvadratı 16 üstündə var amma x var. Vur dx. Qüvvətlər yanında seslər vurmaq olar. 3 16 yavram dedik 48. Üstündə x bir də nə var? dx var. Biz bilməliyik ki, a üstündə x dx'in integralı a üstündə x bölünsün ln a şəklindədir. Ancaq buradan da bərabərdir. A üstündə x, yəni 48 üstündə x bölünsün ln 48 şəklində bunun ibtidai funksiyasını tapmış olaraq. Plus bir də c'si var. 48 üstündə x böl ln 48 plus c. 37 de oldu. D variantı. 38. Yazaq 38-ci suala. Deməli fx verib bizə 3x kvadrat üstə gəlinsin 2 sinus 2x. Deyir ki, 3x funksiyasının qrafiki koordinat başlanğıcından keçən tutaq ki, bir A nöqtəsidir. O nöqtəsi 0, 0, A nöqtəsi fərqi yoxdur. Ben belə adlandırıram. İbtidai funksiyasını deyir tap. 0, 0'dan keçsin. İndi bunu yazıram fx. İbtidai funksiyası bərabərdir. 3x kvadratın ibtidai funksiyası olur x'in kubu. Daha sonra üstə gələnsin. Sinusun ibtidai funksiyası kosinusdur. Kosinusdur. Amma mənfini atmadan ki, kosinusun törəməsi mənfi sinusdur. Bunu versin də. Burada x yox. 2x'tir. 2'də 1 2 vurulsun. Bu 2 qarşıya keçirdi. Tərsi. Bunlarla gedəndən sonra yerdə nə qalır? Özü qalır. Ona görə birbaşa belə yazdım. X kub çıx kosinus 2x plus nə var bir də? Plus c var. Aha, x'in yerinə 0 yazıram. Y-in yerinə bunu. Y yəni ki, böyük fx'tir. 0 bərabərdir. 0'ın kubu 0 çıx. Kosinus 2 vur 0. 0 edir. Kosinus 0'da 1'dir. Üstə gəlsin c. Yəni ki, c bərabərdir. Mənfi 1 atdıq bizdə oldu müsbət 1'ə. İndi fx özü nəyə bərabərdir? Yazıram fx bərabərdir. X'in kubu çıx kosinus 2x plus 1. 38-ci sualda da x kub çıx kosinus 2x bax x kub çıx kosinus 2x üstə gəlinsin nə var? Burada 1 var. 38 de olar B variantı. 39 da bunun eynisidir.
Yerdə yazarsınız. Keçək neçəyə? 40-cı suala. 40 da aslında bunun eynisidir, amma yazaq. Ötürülməyi bunda. Fx bərabərdir. Kiçik fx'i verib bizə. Fx bərabərdir. 2 sinus x. 2 sinus x funksiyasının qrafiki m nöqtəsi pi bölünsün 3 bir də -1 nöqtəsindən keçən iptidai funksiyasını tapın. Əvvəla bunun iptidai funksiyası fx bərabər integrallasaq -2 kosinus x-dir. Sinusun iptidai funksiyası kosinusdur. Mənfinin addım qarşıya ki, kosinusun törəməsi sinus edəcək. Mənfisi ilə elədiyinə görə bu mənfi burada müsbətdir axı. Mənfi ilə mənfi dəyişsin bir-birinə, bu müsbəti versin bizə. Plus bir də nəyi var? Plus c-si var. İndi x-in yerinə pi bölü 3 qoyaq. Y-in yerinə -1 qoyaq. -1 bərabərdir. -2 burası kosinus 183-ə bölündü. Yəni pi bölü 60 dərəcədədir. Plus c. Yazıram -1 bərabərdir. -2 kosinus 180 bölü 60. Kosinus 60 da 2də 1'dir. Plus c'yə. Bax, bunlar ixtisarcıdır. -1 bərabərdir. -1 üstə yansın c. C bərabərdir. -1 üstə -1 elədir 0. Yəni ki, ümumi iptidai funksiyamız -2 kosinus x şəklində qalır. Plus 0'ın da bir mənası yoxdur. -2 kosinus x. Deməli, neçənci sualdır bu? 40-cı sual. -2 kosinus x 40-cı sualda olduğu C variantı. 41 də bunun eynisidir. 41 eynisidir. Keçək 42-ci suala. 42. Şəkildə qrafiki təsvir olunmuş y bərabərdir. Yazaq. Fx funksiyasının fx iptidai funksiyası ümumi şəkildə hansıdır? Bizdən fx'in iptidai funksiyasını istəyir. Və qrafikimizdə çəkər buradan təqribi qrafiki. Bura 1'dir. Bura neçədir? -1'dir. Əvvəla bunu tapmaq üçün fx bərabərdir kx plus b şəklində də bu funksiyanın özünü tapmaq lazımdır. Bu funksiyanın özünü necə taparaq? Çünki müxtəlif yollarla var. K-nı bax, bu düz bucaqlı, üç bucaqlı görə tapa bilərəm və s. Amma mən bunu hansı yol eləyəcəm? Həm də təkrar olsun. X-i burada bir dəqiqə. Bu hansı nöqtədən keçir? Baxın bura. X-i 1'dir, y-i 0. Bəs bu hansı nöqtədir? X-i 0'dır, y-i -1. Yəni ki, 1, 0 və 0, -1 nöqtələrindən keçən bu düz xəttdir. Bax, bu düz xəttimiz bu nöqtələrdən keçir. Y bərabərdir nədir? Kx plus b. Gətirək bir dəfə bu y-in yerinə. Bura x-dir, bura y-dir. Bir dəfə yazaq. Y-in yerinə 0 yazsam. K vuraq 1. Baxın burada. K vurulsun 1. K olur. Üzərinə gəlinsin b. Bərabərdir nədir? Bərabərdir 0-a. İndi bir dəfə də x-in yerinə 0 yazıram, y-in -1'ə. X-in yerinə 0 yazanda bu ümumda 0 edir. Y-in yerinə -1 yazanda yazıram -1 bərabərdir. 0 yazdım, 0 edir plus b. Bir də neçə oldu? -1. 1 bərabərdir -1 buradan yazdıq. K bərabərdir -b-dirsə, o zaman K bərabərdir -1-dirsə, b-si b-nin qabağında bir mənfi olur, müsbət 1. K-sı da müsbət 1'dir. O zaman bunu belə yaza bilərik. Y kimi yazmaq, fx kimi yazardı. Fx bərabərdir. K-sı 1'dir, x minus 1 şəklində funksiyadır. İndi bunun iptidai funksiyasını istəyir. Fx bərabərdir yazıram. X-in iptidai funksiyası integral x kvadrat bölü 2 minus 1'in integralı -x -1'in də daha doğrusu plus bir də nə var? C var. Deməli x kvadrat bölü 2 çıx x üstə gəlsin c. 42 də oldu neçə? 42 oldu A variantı. X kvadrat bölü 2 minus x plus c. Aha. Keçək növbəti suala. 43 də bunun eynisidir. Keçək növbəti suala. Deməli neçə gəlir? 44. 43 eynisi idi. 43'ü evdə özünüz yazarsınız. 44-cü sual.
Yazaq 44. 5 f törəmə x bərabərdir 4 fx. Olarsa funksiyaların hansı fx'in ibtidai funksiyası. Fx'in bir ibtidai funksiyasını tap. O zaman ne edirəm? Hər tərəfi inteqrallayaram. 5 f kiçik yazmayaq. Böyük f törəmə x dx bərabərdir 4 fx integral işarəsində dx. Buradan 5'i çıkarttım. Bu törəmə ilə integral birbirini aparır. Olur 5 böyük fx qalır. Bərabərdir 4'ü buradan çıkarttım. 4 integral fx dx'a. İndi bu 5'i 4'e bölərəm də. Qalar 5 bölünsün 4 fx bərabərdir integral fx dx şəklində. Yəni fx dx bu fx'in ibtidai funksiyasıdır. O da 5 bölünsün 4 fx'e bərabərdir. Yəni ki 5 bölünsün 4 böyük fx üzərinə gəlsin bir c şəklində. Hansı variantdadır? 5 bölünsün 4 fx üzərinə c sabitdir. Nə verir? Versin fərqi yoxdur. 44 oldu B variantı. 45 də bunun eynisidir. Keçək neçəyə? 46-cı suala. 46. Deməli, integral sinüs x vurulsun kosinüs x vurulsun kosinüs 2x dx. İntegralını deyir hesablayın. Bərabərdir yazıram. İntegral. Bura bir 2'də 1 vur 2 kimi yazıram. Sinüs x vur kosinüs x vurulsun kosinüs 2x'i hələ ki yazdım. Bir nə var? dx. Nəyə görə bu 2'də 1 vur 2'ni yazdım? Bax buna görə. 2 sinüs x kosinüs x bizə nə verir? 2'də 1'i yeni yazdım. Verir bize sinüs 2x. Vurulsun bir de ne var? Kosinüs 2x dx. O da beraberdir. Yine 2'də 1 kalır. Bak bu ifade göre yine 2'də 1 vurulsun 2 kimi yazıram. Sinüs 2x vur kosinüs 2x dx. Bakın bu 2 sinüs 2 vuraq sinüs 2x kosinüs 2x sinüs 2x'in aslaşıdır. O da beraberdir. 2'də 1 2'də 1'e vuranda oldu 4'də 1 attım integralın karşısına. Bu da neçədir? Sinüs 4x dx. Bərabərdir 4'də 1 vurulsun. Bax bu 4'də 1 keçir karşıya. Bunun tərsi keçməlidir. Kosinüs 4x olur. Amma qarşıda mənfi ilə. Çünki kosinüs törəməsi mənfi sinüsdür. Bu sinüs integral altı funksiyanı bizə versin. Mənfi 4'də 1 4'də 1 mənfi 16'da 1 kosinüs 4x plus bir də c'si var. Mənfi 16'da 1 46. sualiyetdə bu. Mənfi 16'da 1 kosinüs 4x plus c. 46 oldu B variantı. 47 də bunun eynisidir. 47'ni evdə buna baxıb yazarsınız. Keçək neçəyə? 48'ə. fx bərabərdir. Mənfi 2x üstə gəlsin 3. Funksiyanın ibtidai funksiyası fx funksiyası və ibtidai funksiyası deyir f0'ı qoysuq 4 edər. O zaman deyir fx böyükdür 0 bərabərsini həll edin. Aha. Gəlin bunun ibtidai funksiyasını tapaq. F ibtidai funksiya bərabərdir. Mənfi 2x'in ibtidai funksiyası mənfi x kvadrat üstə gəlsin 3'ün ibtidai funksiya integralı 3x plus bir də c'si var. İndi hər x var yerine 0. İbtidai funksiya yerine 4 yazaq. Buraya yazaraq 4 bərabərdir. 0'ın kvadratı 0. Bu ümumiyyətlə 0 edir. Üstə gəlsin 0, üstə gəlsin c şəklindədir. Yəni c neçə oldu? C oldu 4. İndi fx bərabərdir. Bu neçə edər? Neçəyə baxırıq? 48'ə baxırıq da. Mənfi x kvadrat üstə gəlsin 3x. C oldu 4 plus 4. Sonra bizə nə istəyir? Fx böyüdür 0'a. Fx, buraya yazmışlar, fx bölü 0. İndi mənfi x kvadrat üstə 3x üstə gəlsin 4. 0'dan böyüləri götürək. Hər tərəfin mənfiyə vursam, x kvadrat minus 3x plus yox artıq, minus 4 yazaq bura. İşarəni dəyişirəm, mənfiyə vurulan kiçikdir 0. Diskriminant eləsək 916 25'dir.
x1 bərabərdir 3 çıxaq 5 bölü 2. Mənfi 2 bölü 2 mənfi 1. x2 də bərabərdir 3 üstə 5 8 bölü 2 4'dür. Yəni x üstə 1 x minus 4 sıfırdan kiçikləri bizdən istəyir. Doxunda qeyd edək 4 buradadır. İçi boşdur. Mənfi 1 buradadır. Bunun da içi boşdur. Aha. İnterval üsuluna görə 4'dən sağ tərəf hər hansı bir ədəd götürürəm. Onsuz da bu baş əmsal müsbətdir. 4'dən sağa istənilən ədəddən müsbət verəcək, mənfi müsbət verəcək. İndi bizə mənfilər istəyirdi. Hansı aralıqdır mənfi aralıqlar? Baxın, bax, bu aralıqdır. Yəni mənfi 1, bir də nə var? 4 aralığı var. Mənfi 1, 4, doğru cavab 48'ə A variantıdır. Yazaq 48'ə A variantı. Keçək. 49 da bunun eynisidir. Keçək neçəyə? 50-ci suala. Deməli, fx bərabər olur 3x kvadrat minus 2y üstündə x. Funksiyasının iptidai funksiyasını tapıb f0'da 0 olub şərtini edən iptidai funksiyası da bu şərti ödəsin. Əvvəla iptidai funksiyasının özünü tapaq. Fx bərabərdir. Bu nə edir? X kub edir də. 3x kvadratın iptidai x kub bölü 3. 3'lər gedir, qalır x kub. Çıx y üstü x-ə də öz edir. 2y üstündə x bölü c var. İndi harada x var yerine 0 yazaq və 0'a bərabərdir. 0 bərabərdir. 0'ın kubu 0 çıx. Y üstündə 0 1 edir. 2'yə vuramda 2 üstə yansın c. C buradan neçə olar? Mənfi 2'ni atdıq. Sağ tərəfi oldu müsbət 2. Yəni ki, bunun o şərtidən iptidai funksiya bərabər olur. X kub çıx 2y üstündə x üstə yansın 2. 50'nin sualda da olur. X kub çıx 2y üstündə x üstə yansın 2. 50 də oldu neçə? B variantı.